Hikmət Hacıyev Daşkənddə jurnalistlərlə səmimi söhbət edib. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev rəsmi nümayəndə heyətinin tərkibində Özbəkistana səfər edib. Daşkənddə keçirilən rəsmi tədbir başlamamışdan öncə Hikmət Hacıyev yerli jurnalistlərə yaxınlaşıb və onlarla səmimi dialoq qurub. Jurnalistlərlə söhbəti zamanı iki qardaş xalqın mədəni, tarixi və dil yaxınlığını xüsusi vurğulayan prezidentin köməkçisi dialoqun daha səmimi olması üçün çalışaraq ki, Özbək və Azərbaycan dillərinin kombinasiyasında danışıq ifadəsini işlədib. O, Azərbaycan nümayəndə heyətinin Özbəkistanda özünü doğma evindəki kimi yaxın hiss etdiyini bildirərək xalqlarımızın əbədi qardaşlığını və siyasi müttəfiqliyini diqqətə çatdırıb. İşləyirsiniz, yorulmamısınız hələ? İşlər necə gedir? Əladır, yaxşı. Qardaş Özbəkistandayıq, yüksək səviyyədə tədbirimiz hazırlanır, sağ olsunlar. Prezidentin dövlət səfəridir. Siz necə hazırlaşmışsınız tam şəkildə? Yaxşı reportajlarınız var, izləyirəm hamısını. Uğurlar hamınıza. Çox sağ olun. Özbəkistanda birinci səfəriniz deyirlər, bir neçə olmusunuz. Dördüncü dəfədir. Dördüncü dəfədir inşallah da. Hər dəfə gələndə Özbəkistan da inşallah bizi sevindirir. Qardaş ölkədir. Ona görə də Azərbaycan və Özbəkistan xalqları arasında xüsusi münasibətlər var. Bir də hər dəfə gələndə mən dilimizin yaxınlığını da özüm üçün nə qədər kəşf edirəm. Bir qədər çalışsan adam asanlıqla iddia edə bilər ki, Özbək dilində danışırıq. Dillərimiz çox yaxındır. Belə. Özünü doğruldur və bir-birimizi başa düşürük. Amma bəzi hallarda rus dilində də danışırıq. Yəni ki, bəzi olur, müvafiq terminoloji məsələlər olduğu təqdirdə. Amma belə çalışırıq ki, daha çox Özbək və Azərbaycan dillərinə üstünlük verək. Çox danışıq Yazılı nitqdə, yazılı mətnləri başa düşmək daha da asandır. O deməkdir ki, mən dilçi deyiləm, amma mən xarici dilləri öyrənməyə cəhd göstərmişəm. Tənəffüsü daha çox eşitdiyimiz təqdirdə, eşitməyə öyrəşdiyimiz daha çox təqdirdə daha asanlıqla qavramaq mümkündür. Onun üçün də bir qədər praktika lazımdır. Bir-birinizi çox eşitməliyik. Çox eşitməliyik, bəli. Amma cümlələrin strukturuna baxdıqda, mübtada, feil və sözlərə baxdıqda, baxırsan ki, əksəriyyətində uyğunluqdur. Feilin bir qədər şəkilçiləri fərqlənə bilər. O da zamana uyğun olaraq.